Salam, hər vaxtınız xeyir olsun əziz Dalğa FM-in sadiq dinləyiciləri. 92.5 FM-də Biznes İnciləri verilişi ilə yenidən sizinləyik. Bugün verilişimizdə yaradıcılığı sistemə çevirə bilən, sənəti ideya yox, məsuliyyət kimi görən bir qonağımız var. Onun yolu klassik biznes yanaşmasından fərqlidir. Çünki yolda həm sənət, həm də gələcək nəsillərə baxış var. Bugünkü qonağımız rəssamlıq təfəkkürü ilə uşaqların yaradıcılıq dünyasını bir araya gətirməyə bacaran, bu yolda onlara daima dəstək olan bir xanımdır. Beləliklə, Biznes İncilərinin bugünkü qonağı Little Artist Uşaq İncəsənət Məktəbinin qurucusu, memar və rəssam Nigar Seyiddir. Xoş gəlmisiniz Nigar xanım. Çox sağ olun dəvətiniz üçün. Sizi burada görməyimizə çox şadıq. Bizim verilişimizə daima sayılıb seçilən xanımlar, işgüzar xanımlar, sahibkar xanımlar dəvət olunur və siz də onlardan birisiniz və yetərincə bu sahədə işlər görmüsünüz və bunu irəliləyən dəqiqələrdə danışıb dinləyicilərimizə də çatdıracağıq. Bizə çox maraqlıdır ki, Nigar xanım özünü bizi dinləyən dinləyicilərə necə təqdim eləmək istəyər. Buyurun, dinləyirik sizi. Özüm təqdim edirəm. Bəli, buyurun. 1994-cü ildə Bakıda anadan olmuşam. İncəsənət doğulandan əslində incəsənət yönümlü olmuşam. Düzdür, bizim ailədə ümumiyyətlə nəsildə incəsənət adamı olmayıb, amma bilmirəm bu məndə nədən irəli gəlib. Əslində amma incəsənəti çox sevən bir ailə olmuşuq hər zaman. Mən 1-ci sinifdən də İncəsənət məktəbinə qəbul olunmuşam. Respublika İncəsənət gimnaziyasını bitirmişəm. Sadəcə olaraq rəssamlıq yox, musiqi üzrə fortepiano şöbəsini bitirmişəm. 11 il fortepiano təhsili almışam və 11 ili konservatoriyaya hazırlaşmışam. Daha doğrusu 10 ili belə deyək, hazırlaşdım. Musiqini çox sevirdim. Əslində daha çox ifa etməyi sevinirdim, amma ailədə məni fortepianoya yönləndirdilər. Belə deyim də, daha çox məcburi. Eşitmək istəyirdim. Ailədə Daha çox məcburi fortepianoya gedişim idi. Düzdür, təəssüflənmirəm. Çünki notu bilmək, rəssamlıqda da, memarlıqda da bunu belə deyim, detallı bilmək mənim çox işimə yarayıb bu günə qədər. Ona görə təəssüflənmirəm, amma 10-cu sinifdə oxuyanda artıq düşündüm ki, yox, mən istədiyim bu deyil. Və mamam və nənəm memarlıq inşaatda işləyirdilər. O universitetə gedib gələ-gələ onlara baxırdım, uşaqları görürdüm. Qovluqların içində onların çırtırları, rəsm xəttləri də belə deyim, onları görürdüm. Çox sevirdim və düşündüm ki, mən də memar olmaq istəyirəm. Memarlığa hazırlaşdım və Rəssamlıq Akademiyasının memarlıq fakültəsinə daxil oldum. Rəssamlığı sevməyim elə var idi, amma memarlığa verirdim ki, daha çox belə deyim. Rəssamlıqda bir neçə, bilirsiniz ki, Ümumi Rəssam Akademiyasında da, ümumiyyətcə incəsənətdə bir neçə qollar var da, belə deyim də. Memarlıq var, heykəltaraşlıq var, rəngkarlıq var, qrafika var, dizayn var. Mən daha riyaziyyat, fizika olan bir fənlərə meyilli olduğum üçün memarlığı seçdim. Amma yaxşı ki də Rəssamlıq Akademiyasının memarlığına daxil oldum. Çünki rəssamlığı da, bu məndə daxildə qalan sirli rəssamlıq da üzə çıxdı nəticədə. Bu çox maraqlı məqamdır. Çünki uşaqlıqdan tamam başqa yöndə olmağınıza baxmayaraq, müəyyən həyatınızın bir məqamında qərar verib, öz yönünüzü dəyişib və hazırda bizlə eləşib, öz biznesinizi bölüşəcəksiniz. Qısa bir aradan sonra yenidən bərabərik. Bəli, Biznes İnciləri verilişi davam eləyir. Verilişimizin qonağı Little Artist Uşaq İncəsənət Məktəbinin qurucusu, memar və rəssam Nigar Seyiddir. Nigar xanım, belə bir şey vurğuladınız ki, anam məni musiqi məktəbinə yönləndirdi, gimnaziya filan, amma həyatımın bir dönəmində başa düşdüm ki, bu mənə lazım deyil. Bu klassik ailə modellərində belə olur ki, valideyn özü nə vaxtsa arzuladığı bir peşəni, özündə görmədiyi bir peşəni də ola bilər, amma ən çox özünün çata bilmədiyi bir peşədə evladını görmək istəyir. Sizdə də belə olmuşdu? Bizdə daha çox nənə faktoru idi burada. Nənəm anamın getməyini istəyib, anam getməyib deyə anamın sifarişi olmuşdu ki, mənə 3 pedallı fortepiano alın, ondan sonra gedəcəm. O da getmədiyi üçün o 3 pedallı fortepiano mənə qismət oldu. Qurban siz oldunuz. Qurban mən oldum, amma dedim, mən ümumiyyətcə pianoda da uğurlu olacaqdım. Mən ümumiyyətcə incəsənətin düşünürəm ki, hansı sferasında olsam uğurlu olacaqdım. Sadəcə olaraq
müəyyən bir yer var ki, məsəl üçün mən fortepianodan müəllim olma ehtimalım ola bilərdi. Mən bəstəkarlıq qabiliyyətim yox idi. Mən o istedadda biri deyildim. Düşündüm ki, mən ya bəstəkar olmalıyam, ya dünyanın ən yaxşı musiqiçisi olmalıyam, konsertlər falan edim. Onu da özümdə görmədim. Mən maksimum ya müəllim, ya konsertmeyster ola bilərdim. Onu da olmaq istəmədim. Özümü orada görmədim. Yəni məsəl üçün rəsm müəlliməsi kimi özümü daha çox görürəm, amma fortepiano müəlliməsi kimi görmədim. Ona görə daha çox digər tərəfə yönəldim. Əslində bu çox yaxşı bir şeydir. İnsan bir addım atanda həyatının bir vacib məqamında addım atır ki, mən bu peşəyə yiyələnmək istəyirəm, yoxsa bu məcburiyyətdən doğur və yaxud da ki, hansı səbəb var və bunun sonunu görmək, mən özümü bu sənətdə ən yüksək harda görürəm sualını özünə verəndə əslində o elə peşəyə yiyələnməmiş, artıq öz nəticəsini gördüyünə görə o dəyişməyə çox yaxşı bir şeydir əslində. Bəs rəsm çəkməyə hansı yaşdan başlamışdınız ki, maşallah bu qədər hazırda beynəlxalq sərgilərdən də danışacağıq. Bundan danışın bizə. Əslində rəssamlığı da baxın, elə mən doğulandan rəsm çəkirəm də. Mən öz məktəbim dediyim kimi sənət məktəbi idi. Mən hər bir şey mama deyirəm ki, siz məndə rəssamlıq qabiliyyətim, sevgim ola. O məktəbdə də o fən ola məni musiqiyə qoymusunuz da. Amma yəni çox uşaqlıqdan gözəl rəsmlər çəkirdim. Modaya da çox marağım var idi. Mən ümumiyyətcə düşünürəm ki, zövq ailədən gəlir. Mamam da zövqlü biri idi, nənəm də hər zaman zövqlü olub və modaya marağım olub, hər zaman bilmişəm, yəni bütün sirlərini falan da. Ona görə gözəl, belə deyim də, eskizlər edirdim moda ilə də bağlı. Amma yəni özümü tanıyandan çəkmişəm də, amma tam ki ona gedəcəm deyə nə bir göstəriş var idi, nə özümdə elə bir sanki düşünürdüm ki, artıq mən yəqin ki fortepianoya məcburiyəm getməyə kimi düşünürdüm. Artıq 9-cu 10-cu sinifdə oxuyanda özün axı bilirsən ki, mən öz istədiyimi seçə bilərəm. Artıq o elə yaşa gəlir ki, onda öz seçim hüququ seçim hüququ biləndən sonra dedim ki, yox, niyə mən rəssamlığa yox, memarlığa yox, mən musiqiyə gedirəm. Musiqiyə gedim. Ümumiyyətlə rəssam olmaq üçün insanda hansı bacarıqlar olmalıdır ən əsası? Bilirsiniz, bəlkə də yəni biraz ki suallarda da buna toxunacağıq. Qabiliyyət hamıda var. İstedad, daha doğrusu istedad hamıda var. O 1%-dir. Qalan 99% öz üzərində işləmək lazımdır. O 1% o hamıda olan məndə də var idi və mən işlədikcə daha çox praktika yığdım, belə deyim. Özüm öz üzərimdə işləyə, ona görə yəni belə deyim, öz üzərimdə işlədikcə alınır. O istedad o hamıda var. O 1% onu da ki mən əvvəldən bilirdim ki, məndə var. İstədim üzərinə düşdüm. Bəs yaxşı, belə bir sual verim sizə. Ümumiyyətlə bir insan gözəl rəsm məsələləri çəkir uşaq yaşından, amma akademik biliki yoxdur da. Ümumiyyətlə akademik bilik yaradıcı insanlara mütləqmi lazımdır? Amma bu sualı yəni mən ona görə vermirəm ki, yəni burada heç bir təbliğat aparılmır ki, yəni oxumayın, gedin. Amma ümumiyyətlə lazımdır yaradıcı insana, mütləqdirmi? Deyək ki, mənim akademik biliyim var, amma ki heç gözəl rəsm çəkməyi bacarmıram. Yəni ki, bacarsam da, yəni rəssam baxanda bilə bilər də bu insanın istedadı nə dərəcədədir. Yəni buna necə yanaşırsınız? Bilirsiniz, indi akademik rəsmi təhsili olmayan rəssamlarımız çoxdur. Sərgilərdə də iştirak edirlər falan. Amma onu siz hiss edirsiniz rəsm əsərindən? Bəli, hiss edirəm. Mən çox hiss edirəm. Amma bilirsiniz, müəyyən yerə qədər gedə bilirsən, amma müəyyən yerdən sonra özün orada burxulub qalırsan. Dayanıqlıq olmur. Olmur. Çünki belə deyim də, necə görürsünüz? Çox maraqlıdır mənə. Rəsm əsəri asılıb, biri peşəkar rəssamındır, bir də ki, çox gözəl əl qabiliyyəti var. O nədən hiss edirsiniz? Kampanovkadan belə hiss olunur. Orada perspektiva var. Yəni onun qurulmağı düz olmalıdır. Bütün o qədər sillər var. Baxın, biz birinci kursdan həm rəngkarlıq keçirik, həm rəsm keçirik. Mən memar olaraq deyirəm, hələ mən rəngkar olaraq demirəm. Biz bunların hamısını qurmaq, perspektivanı ayrıca keçirik ki, biz bunu düzgün quraq. Burada qızıl bölgü deyilən bir sillər var, hansı ki onu düzgün qurmalısan. Baxıb baxdığını çəkə bilərsən, amma istər-istəməz orada yəni bir yerdə hardasa bir nöqsan görəcəksən, tapa bilərsən. Amma əlbəttə ki, onu hər belə deyim də gələn izləyici, sərgiyə gələn insanlar görməyə bilər, amma professional insan onu mütləq şəkildə görür.
Ümumiyyətlə hansı yaşdan biz övladlarımızı və yaxud da ki, ümumiyyətlə insan hansı yaşdan rəsm çəkməyə başlasa, müəyyən yaşda və neçə müddətə artıq professional rəssam kimi formalaşa bilər? Mən özüm ötən illərə qədər 3 yaşından uşaqları götürürdüm. Bu il yaş limitini dəyişib 4 götürmüşəm. Çünki ötən illərə, keçən ilki ilə qədər 3 yaşında uşaqlar çox fərqli idilər. Bu bir il ərzində bilmirəm nə dəyişibsə, uşaqlar 3 yaşındakı uşaqlar çox fərqlidirlər. Oturmaq istəmirlər, səbirləri yoxdur, işləmək istəmirlər. Məsələn, mən axırıncı dəfə oktyabr ayında qrup açdım və 3 yaşında uşaqlar götürdüm. O qrupda 7-8 uşaqdan yalnız ikisi məndə qaldı. Qalan 6 uşağı mən belə desəm çıxartdım. Toplaya bilmirsiniz bir araya. Valideynlərə, çünki dedim ki, çox tezdir bu uşaqlar üçün. Elə uşaqda var, ola bilər alınsın, elə uşaqda var, yox. Ona görə artıq limiti də qaldırıb 4 yaş qoydum bu ildən və həmin uşaqlara da bir vaxt verdim. Çünki sıfır da deyildilər, amma oturmaq həvəsləri, səbirləri də yox idi. Ona görə dedim ki, bir müddət vereyim, may ayından yenidən gələrsiniz. Yəni uşaqlarla davam edəcəm yenidən. Yəni belə deyim, 3 yaşından yaxşı olar ki, valideynlər artıq özləri və ya bağçada, ya evdə özləri hazırlaşırlarsa, uşaqlarla yəni rəsm müəlliməsinə gəlmədən əvvəl imkan varsa evdə hazırlaşsınlar. Hazırlaşsınlar nəyə? Yalnız geometrik fiqurlara. 3 bucaqdır, 4 bucaqdır, dairədir. Bunları çəkmək. Çünki nə çəkiriksə, uşaqlar nəyə çəkirlərsə, hamısı o dairələrin, geometrik fiqurların üzərində qurulur. Bu ola bilər ki, ilk öncə nöqtələrin üstündən getməlidirlər uşaqlar. Yəni sıfırdan başlamaq üçün. O nöqtələrin üstünə gedə bildikdən sonra artıq 4 nöqtəni birləşməklə başlayırlar onu öyrənməyə. Ondan da sonra artıq özləri tam olaraq bu 3 fiquru bilməlidir. 3 fiquru bildikdən sonra bütün ev çəkirik, kvadratın üzərində 3 bucaqdır. Adam çəkirik, yumru başdır, kvadrat eləyirik bədən hissəsinə. Yəni hamımız nə çəkiriksə, bu geometrik fiqurların üzərində qurulur. Ona görə bütün valideynlərə deyirəm ki, mütləq şəkildə uşaqlarla öncədən bunu çəkirsiniz və 4 yaşından artıq yönləndirirsiniz bizə, biz sıfırdan başlayırıq. Mən də bu 4 yaşında uşaqlarla başlayanda ilk öncə mütləq şəkildə karandaşdan başlayıram. Uşaq məndən öncə rəsmə getməyib önəmli deyil. Mənim proqramım elədir. Karandaşla başlayırıq. Karandaşla bizim proqramda təxminən bir 10-12 dənə rəsm var. O rəsmləri bitirəndən sonra biz keçirik kağız üzərində boyaya. Orada da bir 10 dənə, 12 dənə rəsm çəkdikdən sonra keçirik artıq kətan üzərində. Kətana keçdikdən sonra isə uşağın tam professionallaşması üçün 3-5 il bizim üçün vaxt lazım olur ki, belə deyim, biz o bazanı veririk bir neçə ay ərzində. Amma uşağın işlədikcə başqa-başqa, məsəl üçün işləyir öncə akril boya ilə. Akril boyadan biz teksturlu pastalara öyrədirik. Patal deyilən qızılı bir kağızlar var, onları kley ilə yapışdırırlar, qarışıq texnikadır. Bunların hamısını uşağın tam qavraması üçün 3 il, 5 il bizə vaxt lazım olur. O qədər maraqlıdır ki, həqiqətən bizi dinləyən dinləyicilərə də yəqin ki, bu ötürə bilirik buradakı söhbətləri. Amma bilirsiniz, 13 ildir artıq çalışırsınız da bu sahədə. Neçə ildir artıq uşaqlarla? Yəni elə birinci kursdan səhv etmirəmsə, siz artıq uşaqlarla işləməyə başladınız. Bəs bu Little Artist haqqında danışın ki, qurucusuz İncəsənət Məktəbini qurdunuz. Necə oldu? Hansı anda düşündünüz ki, mən artıq bir məktəb açmalıyam və uşaqları bir araya toplamalıyam? Deməli, 2012-ci ildə universitetə daxil oldum. Həmin ildən bəzi kurslarda, bağçalarda rəsmdən dərs deməyə başladım. Və ümumiyyətcə bütün tələbələrə, universitetə daxil olan tələbələrə tövsiyə edirəm ki, tələbəliklə paralel işləsinlər. Ola bilər dərs saatından sonra, ola bilər həftə sonları. Əgər işləmə imkanı varsa işləsinlər. Təcrübəyə görə yoxsa? Bəli. Çünki universiteti bitirən kimi boşluğa düşürsən, sənə hər yerdə praktika lazım olur. Hara gedirsən deyirlər ki, praktikan varsa gəl işlə. Və bu 4 il ərzində praktika yığdığı üçün artıq universiteti bitirən kimi hazır işlə təmin olunma ehtimalı olur. Ona görə mən 12-ci ildən belə işlədim və elə universiteti bitirən kimi yenidən də bağçalarda, kurslarda işləməyə davam etdim. Rəsm müəlliməsi olaraq 19-20-ci ildən isə emalatxana götürdüm. Belə deyim, bu təsadüf elədi. Bu Covid falan bu dövrə təsadüf elədi və mən çox bizneslərin qurulan dövrü. Çox adam düz deyilə bilir ki, bizneslərin çöküş dövrüdür, amma biznes yönümlü insanlar üçün, çox biznes yönümlü insanlar deyir ki, elə mən biznesimi Covid ərəfəsində, pandemiya dönəmində qurdum. Bəli. Əslində bir də əlbəttə ki, gəlməsin bu da, amma yaradıcı insanlar tarixi bəli, boşluq dövrü çox bizə belə səmərəli keçdi də. Və mən emalatxana götürdüm
içəri şəhərdə emalatxanada özüm üçün işləməyə başladım. Və yaxın ətrafımdan bir nəfər yazdı ki, mən uşağımı gətirim, onunla məşğul ol. Digər rəfiqəm gətirdi, onun tanışı gətirdi, bunun tanışı gətirdi və bir də 100% ayıldım evdə ki, pandemiya dövründə o səs-küy, xaosdan Bəli. valideynlər və artıq qurtulmaq bu üçün. Covidin bitdiyi dövrdə bir də ayıldım ki, mənim 50 dənə tələbəm var. 50 Maşallah. uşaqdır və mən artıq zaman tapmıram, çatdırmıram və qrupları çoxaltdım, günlərimi çoxaltdım, saatlarımı çoxaltdım və uşaqlarla işləməyə başladım. Və tək başına eləyirdiniz bunları. Bəli, tək idim. Heç bir köməkçim olmadan da. Daha sonra artıq bu 50 tələbənin olduğunu bildiyi dövrdə əlbəttə ki, köməkçi özümə mənimlə, yəni mənə kömək edən bir şəxs tapdım. Ümumiyyətlə bir rəssama o ilham pərisi hansı dövrdə gəlir? Rahat, relaks bir zamanda, yoxsa xaosda, bir problemin içində olanda? Yəni ki, necə olur ki, keçir, başlayır bir tablonun qarşısına rəsm çəkməyə, necə olur o? Əslində bu çox fərqlidir. Yəni elə adam var ki, depressiyada olanda yaxşı işləyir, elə adam var əksinə xoşbəxt olanda yaxşı işləyir. Mənim üçün belə deyim, daha çox keçid dövrü, fəsil keçid dövrü mənim üçün çox böyük vdохновение deyirlər rusca. Gəlir dəhşət dərəcədə. Məsəl üçün qışdan yaza keçəndə, yazdan yaya keçəndə, yaydan payıza, payızdan qışa. Bu sanki hiss edirəm ki, təzə nə isə bir şeylər gəlir, təzə bir yaşam, nə isə yaşama ehtimalı gəlir. Yenidən doğulmuş kimi Bəli, hiss nəsə etmə. o keçid dövrü məsəl üçün mənə çox motivasiya verir. Bunu özümdən başqa heç kəsdə eşitməmişəm. Yəni şəxsən mənə məsəl üçün budur işləmək üçün motivasiyaya. Amma o birisi dediyinizdə xoşbəxt yoxsa əksin depressiv, hər ikisində də işləyə bilərəm. Daha çox dediyim kimi keçid dövrüdür məndə, amma hamı da fərqlidir. Belə bir yanaşma var, deyək ki, indiki son dövrlərdə valideynlər evladlarının hansı, yəni bir 10 valideynin 8-i eyni şikayət edir ki, uşağım boş vaxtlarında telefona çox zaman ayırır, televizora baxır, gadjetlər və s. və ilaxır. Çox valideynlər həftə sonları və yaxud da ki, həftənin müəyyən dərs zamanlarını qrafika salıb uşaqlarını bu əlavə məşğuliyyətlərə cəlb eləyirlər. Bu idman ola bilər, bu rəsm ola bilər, bu rəqs ola bilər, üzgüçülük və s. Sizcə yaradıcı insanı, yaradıcı sahəyə bir uşağı boş zamanının, yəni necə deyim sizə, yaxşı keçsin deyə, səmərəli keçsin deyə gətirməyi nə dərəcədə düzgündür və nəticə olaraq o uşaqların verdiyi nəticələr daha doğrusu sizi qane eləyir? Əslində çox maraqlı sualdır. Mənim üçün də bu çox vacibdir. Necə? Məsəl üçün, mənim dərsimə yazılanda valideynlər deyirlər ki, həftədə 2 dəfə, 3 dəfə istəyirik. Mən qəti şəkildə həftədə 2 dəfə, 3 dəfə məşğul olmuram uşaqlarla. Yalnız həftədə 1 dəfə məşğul oluram. Çünki uşaqların buna məcburiyyət kimi baxmağını istəmirəm. Məcburiyyət kimi baxanda artıq uşaq həvəslə dərsə gəlmir. Bu ümumiyyətlə fərq eləmir, hə? Eləmir. Çünki mən 13 idi, indi limit 15 qoymuşam. 15 yaşına qədər uşaqlarla hazırlaşıram və o uşaqlar elə olmaz ki, əksinə heç elə məcburiyyət kimi gəlsin. Tam sərbəst, özünü tapmaq üçün gəlirlər hələlik. Mən onlara ancaq onu qoymuşam. O halda mən həftədə 2 dəfə məşğul olaram ki, yay tətillərində uşağın məktəbi yoxdur. Uşaq deyirlər bütün gün planşetdədir falan. Əlbəttə ki, gəlsin. Onda uşağı onda da maraqlı olur. Çünki onsuz da bütün günü 7 günü boşdur. Həftənin 2 dəfəsi gələcək, 3 dəfəsi gələcək. Amma məcburiyyət olaraq nə zaman mən 2 dəfə, 2 dəfə də az olacaq, 3 dəfə, 13 yaşdan sonraki uşaqlara həftədə 3 dəfə tövsiyə edirəm. Çünki artıq akademik rəsmlə məşğul olmalıdırlar. 13 yaşa qədər yox, elə bir dəfə kifayət eləyir. Dediyim kimi ancaq yay aylarında 2 dəfə. Amma bütün o deyirsiniz ki, idmana falan bunların hamısına qoyulur. Bu da çox yaxşı bir şeydir. Mən çox yaxşı baxıram buna. Çünki uşağın həvəsinin olmağı faktoru necə? Məcburi yox. Bax, məsəl üçün mənim yanıma da elə valideynlər var ki, siz deyiniz kimi gətirirlər. İdmanı da aparır, məsələn, digital rəsmə də aparır, mənim də yanıma gətirir. Və görürəm ki, mənim dərsimə uşağın 0 marağı var və mən o uşaqlarla qəti işləmirəm. Çətin olur. Elə bir valideyn var, müəllim var ki, işləyir. Çətin yox, əlbəttə mən çətindir. Çünki mən o uşağa sərf elədiyim lazımsız bir, mən ona lazımsız vaxt verirəm. Çünki uşaq üçün də o lazımsızdır, mənim üçün o lazımsızdır. Mən başqa həvəsi olan uşağı verə bilərəm. Çünki məndə də uşaq çoxdur və mən artıq növbədə olan uşaqları götürməli oluram. Mən deyirəm ki, yox, uşağın həvəsi yoxdur. Uşağın özündən soruşuram, ən çox nəyə maraqla gəlirsən? Deyir, tenisə.
qoy tennisə getsin. İstəmir bu uşaq rəsmi. Ona görə mən uşaqlarla məşğul olmuram. Valideynlərə də deyirəm ki, bir ay bizim testovadır da, belə deyim də. Baxırıq. Dəyişmə ehtimalı varsa bir həftə, 2 dəfə həftədən sonra okey, yoxdursa, qətiyyən mən onu ikinci aya keçirtmirəm o uşağı. Bir aydan da sağollaşırıq. Amma elə uşaqlar var ki, biz onlarla daimi məşğul olmağa davam edirəm. Çünki görürəm ki, uşağın həvəsi var. İdmana da gedir, orada da uğurludur, burada da uğurludur və davam edirik. Nə gözəl. Söhbətimiz davam eləyəcək biznes incilərində qısa bir aradan sonra. Bəli, biznes inciləri verilişi davam eləyir və buyurun Nigar xanım, belə bir sualımız var sizə. Ümumiyyətlə uşaqların çəkdiyi rəsm əsərlərdə nələr var ki, biz onları görə bilmirik, amma onu siz rəssamlar görə bilirsiniz. Yəni azadlıq var, yoxsa sərbəstlik nədir? Əsas o nüans nədir ki, böyüklərin rəsm əsərlərindən fərqlənir? Məsələn, böyüklərin rəsmlərinə baxanda daha çox trivoga, bilmirəm, dəhşət, vəhşət. Belə böyüklərdə daha çox, yəni dinamika da var da, belə deyim. Ola bilər bu negativ olsun, ola bilər pozitiv olsun. Onlar belə deyim, çox vurğulayırlar onu. Amma uşaqların rəsmlərində daha stabil, daha sakitlik, daha huzur, belə baxanda hiss edirsən o uşaq rəsmlərinin işin olduğunu. Ona görə yəni fərqlilik ancaq bundan ibarətdir uşaqların işində. Ümumiyyətlə bir uşaq gəldi, yazıldı dərnəyə və siz neçə müddətdən sonra uşaqdan artıq bir nəticə görə bilirsiniz? Yəni normal artıq 13 ildir çalışırsınız. Yəni bu təcrübənizdə. Bilirsiniz, mənim o dediyim birinci karandaşla bazı rəsmlər var, hansını ki uşaqlar mütləq keçməlidirlər, hansı ki bizim hər yerdə qarşımıza çıxan rəsmlərdir o bazı işlərdir. Maşındır, evdir, təyyarədir, adamdır. Bunları baza olaraq bilməlidirlər. Onları bildikdən sonra uşaqlar artıq bütün rəsmləri çəkə bilirlər. Ondan sonra o boyaya keçdikdə biz niyə onları birlikdə eləmirik? Bəzi rəsmlər, demirəm bu düzgün deyil, hər müəllimin öz bildiyi yön var, kimsə bəlkə onu düzgün bilir. Karandaşla qurmaqla boyanı eyni vaxtda verirlər. Mən tərəfdən bu niyə düzgün deyil? Təsəvvür edin ki, üstəgəllə çıxıb, vurma cədvəli ilə eyni gündə öyrənirsiniz də. Bu, yəni insan iki informasiyanı eyni gündə heç cür öyrənə bilməz. Necə ola bilər ki, boya texnikası ilə karandaşla qurmağı bir vaxt öyrənə bilərsən? Ona görə mən bunun qətin tərəfdarı deyiləm. Bu karandaşla öyrəndikdən sonra artıq mənim üçün uşaq yaxşı bazadır. Yəni bilikli bir artıq professional kimi yəni mən onun professional deyə bilərəm artıq uşaq professionallığı. Ondan sonraki ikinci etap kağız üzərində boyadır. Onu da biləndən sonra artıq katan ən rahat gələn texnikadır. Çünki katan üzərində sən 10 dəfə də çəksən, o quruyandan sonra onu düzəldə bilərsən. Amma kağız 2 dəfə səhv oldu, onu düzəltdin, kağız cırıla bilər. Katan elə deyil. Katan üzərində 10 dəfə, 15, lap 20 dəfə işlədi. Hətta sizə deyim ki, birinci dəfədən yox, 2-3 dəfədən o çəkildikcə o katan daha gözəl olur. Çünki altdakı bu rəsmlər, qabarıqlıq falan qalırdı ya, mən daha çox sevirəm ki, bir neçə dəfə o rəsm üzərində işlənilsin, bir neçə etaplarla. Bunu bilmirdim, maraqlı oldu. Bəli. Ona görə yəni belə deyim, həmin üçünü biləndən sonra artıq uşaq mənim üçün artıq nə vaxt istədiyi vaxt gedə bilər. Yəni o 3 etapdan sonra mənim üçün professionaldır. Onun da nə qədər bizim vaxtımız gedir? Təxminən rahat şəkildə 1 il gedir. Amma o 1 ildən də sonra uşaq bazası üçün çox əla bir bazadır. Artıq gedə bilər. Amma dediyim kimi orada xırda nüanslar var ki, bayaq dediyim pataldır, qarışıq texnikalardır, teksturalar var. Onların hamısı üçün belə 3 il, 5 il gedir. Mənim məsələn tələbələrim var, hansı ki elə 3 ildir, 5 ildir mənim yanıma gəliblər. Və düşünün ki, boyaları qarışıq şəkildə boyaları qoyuruq, uşaqlar qarışdırırlar, rəsmi çəkirlər. Və elə tələbəm var ki, artıq 3 ildir mənim yanıma gəlir. O günlərim hətta bir neçə beynəlxalq sərgilərdə iştirak edeyim. O gün gəlib həmin uşağı deyirəm ki, sən burada özə oxşar rənglərdir ya. Oxradır, qəhvəyi rənglərdir, bunların hamısı oxşar tonlardır. Deyirəm ki, sən 2 həftə bundan qabaq, hətta bir həftədə xəstələnmişdi, gəlməmişdi. Bu rəsmi çəkəndə burada hansı boyalardan istifadə etmirsən? Adətən baxanda heç adına baxıb işlətmirlər. Prosta baxırlar, xoşuna gəlir, bunları qarışdırırlar, eləyirlər. Baxdı, uşaq 3 o rəngi seçdi və mənə verdi.
Mən bilsiz xoşbəxtlikdən o uşağı öpdüm də dərs ortasında. Bək bağrıma bastım ki də. Yəni sən artıq o etapdasan ki, qarışdırdığın rəngləri belə tapa bilirsən. Aha, baxın, elə bayaqdan bu sual vermək istəyirəm ki, var elə bir insanlar ki, bəlli yaşları var. Deyək ki, biz insanları necə tanıyırıq geyiminə görə, yəni qarşılayırıq da. Baxırsan ki, elə rəng tonları seçib ki, misal üçün insan, onların heç bir-birinə uyğunluğu yoxdur. Və elə bir insan var ki, o rəngləri elə gözəl seçir ki, misal üçün ümumiyyətlə onun o geyindiyi geyim kompozisiya kimi görsənir. Bu rəssamlarda və yaxud da ki, bu yeni başlayan uşaqlarda bu rənglərin bir-birinə uyğun etmək, bunları o məsəl üçün də ağ rənglə qırmızı rəngi, qırmızı rənglə yaşıl rəngi qarışdıranda hansı rəngləri almaq, bunları siz öyrədirsiniz, yoxsa ki, ilkin biliklər onların özündə olmalıdır? Yox, hamısını biz öyrədirik. Çünki 3 yaşında ilkin heç bir, yəni sıfır gələn uşaq belə gələcəkdə, yəni uğurlu, yəni bu rəng seçimlərini, yəni rəngləri qatışdıranda hansı rəng almağı, yəni professional kimi öyrənə bilər. Bəli, qarışdırmaq falan bu işlərdə əlbəttə ki, biz öyrədirik tam olaraq. Amma dediyiniz uyğunlaşdırmaq məsələsi bu zövq məsələsidir. Zövq məsələsi. Məsələn, elə bir insan qabağımızda elə geyinə bilər ki, qara ilə ağda məsələdə. O hamının onsuz da biləcəyi bir şeydir də. Təbii ki. Amma elə adam var ki, məsəl üçün mən çox sevirəm narıncı ilə qırmızı rəngin uyumunu. Onlar oxşuyurlar da bir-birini. Çox adam heç seçə bilmir də. Amma bu mənə görə zövqlüdür. Mən bunu bəyənirəm. Bəlkə siz baxsaz deyirsiniz ki də bu çox bayağı görürsəndir də. Bəli, çox doğru. Rəssamlıqda da eyni cürdür. Hansısa bir deyirsiniz ki, kimsə uyğunlaşdırır, kimsə uyğunlaşdırma bilər. Onun uyğunlaşdırmadığını kimsə bəyənə də bilər, kimsə bəyənməyə də bilər. Ona görə bu biraz zövq məsələsi biraz belə mübahisəli mövzudur. Hə, ona görə bilmirəm. Yanaşmalar fərqlidir. Mənim üçün zövqlü, zövqsüz insan var, yenə də deyirəm, amma o mənim üçündür. Bəlkə də mənim üçün olan kimi üçünsə çox zövqlüdür də. Çox doğru deyirsiniz. Misal üçün mən də məsələn bir şey geyinəndə, evdən çıxanda düşünürəm ki, bu bununla gedir, bu rəng buna uyğundur və yaxud da yox. Amma ki, gəlin ki, mənim qarşıma bir kağız və yaxud da bir qələm qoyun, mən rəsm çəkə bilməyəcəm. Yəni heç belə uyğunluğu yoxdur da. Yəni çəkdiyim rəsm əsərində də kimsə baxsa elə bilər ki, bunu hansısa bir baxıcı uşağı çəkib. Yəni əl qabiliyyətim yoxdur, amma o demək deyil ki, mənim rənglərə olan marağım və yaxud da ki, uyğunluğu, yəni mənə görə mən bacarıram özümə görə. Bir dənə belə bir sual var. Nigar xanım hardan hiss eləyir? Rəssamlar hardan hiss eləyir ki, onun deyək ki, bu yaradıcılıq mərkəzinə gələn uşaqlar, tələbələri artıq bu uşağın əsərləri rəsm sərgilərində sərgilənə bilər. Bunu necə hiss edirsiniz? Müəyyən bir zaman lazımdır, yoxsa necə? Düzüm, mən burada hazırdır məsələsi deyil. Hazır olmayıb sıfırdan gələn uşaq da artıq karandaşla olan uşağı belə sərgiyə apara bilərəm. Niyə? Mənim üçün sərgi çəkdiyin şedevrın nümayişi deyil. Mənim üçün sərgi hələ ki simvol uşaqlar üçün məşğul olduğum bir dövrdə uşaqlar üçün motivasiya xarakterlidir ilk öncə. Birinci sərgi yalnız motivasiya və inanın ki, mən o qədər dəyişiklik görürəm. Məsəl üçün elə bir uşaq var ki, birinci Bakıdakı sərgidə iştirak edir. Uşaq dərs boyu mənimlə ümumiyyətcə söhbət eləmir, səsi çıxmır, sakit uşaqdır da. Müəllimlə qranitsa qoyur da, sərhəd qoyur falan. Baxırsan ki, sakit uşaqdır, mən də üstünə getmirəm, danışmır. Ancaq hə, yox, belə deyir də. Bizim Bakıdakı sərgimizdən sonra o uşağın danışığını mən görmüşəm ki, o uşaq konkret dil açıb da, mənimlə dünya görüşü girir. Uşaq artıq elə bir belə daha sərbəst olmağa başlayıb və mən uşaqdakı o dəyişikliyi görürəm. Ondan sonra o uşaqlara tövsiyə edirəm ki, artıq beynəlxalq sərgiyə gedək. Orada birinci rəsmi ola bilər ki, digər rəsm işlərindən daha zəifdir. Amma ikinci sərgidə o elə güclü rəsm çəkir və o qədər sərbəst artıq çəkir, heç mənim köməyim olmadan. Yəni ona görə mənim üçün uşağın xarici beynəlxalq sərgiyə qatılması onun gözəl çəkib çəkməməyi deyil, motivasiya xarakterli, onun çəkdiyi belə deyim də, Lüboy əsər. İstənilən əsər, bəli. Sərgidə sərgilənsə. Ən gözəl işlərdən biridir. Çünki o uşağın əsəridir. O onu elə görür, onu elə çək. Mən valideyn üçün də deyirəm, valideynlərə də deyirəm ki, onların çəkdiyi rəsmləri əşi bu nə rəsmdir deyib atmayın. Hamısını bir qovluqda falan yığın, saxlayın da. Onlar hamısı bəlkə də gələcəyin əgər dahi rəssamlarıdırsa, o onların bir şedevrləridir də ki, qalıb ilk rəsmləridir. Ona görə yəni sualınıza cavab olaraq onu deyim ki, onun bir
etapı yoxdur. Etapı Deməli ki, bu yoxdur. uşaq artıq rəsmi sərgiyə hazırdır. Hər bir uşaq sərgidə iştirak edə bilər. Gəlin elə bu söz düşmüşkən danışaq bu beynəlxalq sərgilərə açılmaqdan danışaq ki, necə oldu ki, Nigar xanım və onun tələbələri artıq Fransada, Türkiyədə, indi inşallah qarşıda gələn beynəlxalq sərginizdə olacaq, Dubayda keçirilən. Əvvəldən danışın görək necə oldu ki, başvuru elədiniz? Belə deyim, burada sərgilər çox etdik və uşaqlar da dediyim kimi dəyişikliyi də gördüm, aktiv şəkildə iştirak etdilər. Və bizim bir valideynlərimizdən biri Ülkər xan, buradan da ona çox sağ ol deyim. O da sahibkardır, onun da dil kursu var. Aha. Və o mənə dedi ki, Ülkər xan, o da yay məktəblərinə uşaqları aparır. Ülkər xan, niyə uşaqları sərgilərə falan aparmırsınız? Və inanın ki, heç mənim düşünməyimin bir neçə saatını belə almadı. Aha. Anidən girdim, axtardım, yazdım və Türkiyədə beynəlxalq sərgi tapdım. Yazdım, onlara müraciət elədim və həmin ilin də biz elə bir yay ayları idi və həmin ilin də noyabr ayı artıq biz təsdiq aldıq və sərgiyə hazırlaşmağa başladıq. 44 tələbəmlə səhv eləmirəmsə İstanbuldakı sərgidə iştirak etdik, beynəlxalq sərgidə. Və beynəlxalq Ən balaca, ən yaşı az olan tələbə. Nə danışırsınız? 3 yaşında, bəli. Nə gözəl uğurdu, 3 yaşında övlad. Bəli, 3 yaşı var idi. Valideyn üçün çox böyük uğurdur əslində bu. 3 yaşında uşaqlar o da var idi, 7-8 yaşda var idi. Ən böyüyünün 12 yaşı var idi o zaman İstanbuldakı sərgidə. Həmin sərgidən sonra biz iştirak etdik bir neçə aydan sonra İzmir sərgisində, yenə Türkiyədə və həmin beynəlxalq sərgilər sertifikatda olduğumuz üçün Fransaya müraciət etdik. Əslində Fransaya 3 il öncədən müraciət etmişdim. Aha. O 2 il gəlmirdi, çünki bizim heç bir beynəlxalq sərgi sertifikatımız yox idi və həmin sərgi Louvre-da keçdiyi üçün çox daha ciddi, böyük bir beynəlxalq sərgi idi və ilk dəfə idi ki, bütün sərgi tarixində orada uşaqlar iştirak etdi. O bizim dərnəyim, mənim dərnəyim idi. Azərbaycandan neçə uşaq? 50 tələbəmlə və hamısı mənim tələbələrim idi. Gözəl. 50 üzvümlə biz qatıldıq Louvre-dakı sərgiyə. Parisdəki sərgiyə getdik. 50 üzvümüzdən təxminən 44-45, hətta 46 üzvümüz ilə hamımız Parisdə olduq. Ən balacanın iştirak 3 yaşı, ən böyük? Parisdəki sərgidə ən balaca uşağın artıq 4 yaşı olmuşdu, həmin 13 Aha. yaşlı uşağın. Nə gözəl. 4 yaşı idi ən balacası. O məsuliyyəti hiss eləyirdi özündə. Ki hardadır? Yəni handa bir rəssamlar ora gedib çıxa bilmir. Sizə deyim ki, mən özüm belə onu hiss eləmirəm. Mən o qədər, yəni bütün təşkilati işlər də mənim üzərimdədir. Həyəcan qarışır, gərginliyə, məsuliyyət Mən qarışır. işlədiyim müddətdə onun fərqinə varmadım ki, biz nə edirik, nə edirik. Təsəvvür edin ki, uşaqların işlərinin çərçivələnməsi, biz onların gömrükdən, ölkədən çıxartma icazəsi sənədinə qədər biz çox böyük prosedurlar gedir burada. Texniki işlərdə siz görürsünüz. Bəli, hamısını, yəni bunlar hamısı İncəsənət Muzeyindən biz sənəd almalıyıq. Bir ay ərzində bu sənəd verilir, təsdiq olunmalıdır falan. Və təsəvvürün 50 uşağın da bu texniki işləri var, hamısını görürdüm. Ona görə bu yorğunçuluqdan mən fərqinə varmadım ki, mən 50 üzvümlə, hamısı da mənim tələbələrim, gedirik ora. Və mən artıq otelə çatdım Parisdə, rəfiqəmlə oturmuşduq, o da orada yaşayırdı. Birdən danışa-danışa ona da danışam ki, necə oldu bunlar hamısı və dedim ki, biz zarafat deyilik. Mən Biz 50 hardayıq? üzvümlə Parisə və Louvre-da sərgiyə gəlmişəm. Bunun vizası var, bu var, hamısını həll edib necəsə gəlmişik də. Ondan sonra düşündüm ki, mən bunu kiməsə daha rəsmilərə falan da deməliyəm ki, gəlib qiymətləndirsinlər. Və heç kəsin ümumiyyətlə məndə yoxdur. Jurnalistləri çağırım, yazdırım. Sanki özü Bu Azərbaycan uğurudur. Bu tək sizin uğurunuz deyil, tək valideynə. Bu Azərbaycan uğurudursa, bunu işıqlandırmaq lazımdır, yayımlamaq lazımdır. Bəli, amma çox təəssüf ki, bu elədir ki, biz özümüz müraciət etməsək, bunu çox nadir hallarda kimsə yazır. Çox adam bilmir. Və mən mail yazdım bizim səfirimizə, Leyla xanım Abdullayeva. Mən ümumiyyətlə Leyla xanım Abdullayevanı bir diplomat kimi çox sevirəm. O hələ izləyirdim onun Xarici İşlər Nazirliyində işlədiyi müddətdən bir qadın kimi, bir xanım kimi çox belə izləyirdim, bəyənirdim, motivasiya alırdım ondan. Baxmayaraq ki, professiyamız eyni deyil. Və düşündüm ki, mail yazım ona, bəlkə gələr. Və təsəvvür edin ki, nömrə falan hamısını qoymuşduq. Gələcəyini bilmirdim, inanmırdım da. Sərgi artıq başlamağına bir 15 dəqiqə qalıb, hamı növbədədir və Louvre-da orada növbə olur sərgiyə. Yəni heç kəs iştirakçılar belə birdən girə bilmirlər ora. Ancaq təşkilatçılar içəridə olur və birdən bizə zəng gəldi ki, mən gözləyirəm, burdayam, gəlirəm sərgiyə. İnanın ki, o qədər
uçurdum da ki, yəni və uşaqlar da bunu görür. Və sizə dəstək olmaq, xarici ölkədə hər hansı bir vətəndaşın sizə dəstək olması. Və o gəldi, jurnalistlər gəldilər, çəkdilər, işıqlandırdılar. Dialog Azərbaycan var Parisdəki bizim təşkilatlarımız. Hamısı gəldilər, işıqlandırdılar, dəstək oldular. Aytən xanım Muradovaya da təşəkkür edirəm. O da bizim yanımızdaydı. Belə, yəni ki, gözlərim, sizə onu deyim. Məsəl üçün, uşaqlar çox sevindilər bütün bu rəsmiləri görəndə. Təbii ki, siz danışırsınız, mən belə sevinirəm ki, hər bir Azərbaycan vətəndaşının nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da olan uğurları bizi bir vətəndaş kimi sevindirməlidir. Yəni, başqa yolu yoxdur. Uşaqlar üçün, amma bu sual yarana bilər ki, uşaqlar onsuz da onu başa düşmürlər, bilmirlər nədir, nə deyil. Amma uşaqlar valideynlərin emosiyalarından bunu çox yaxşı başa düşür. Çünki valideynlər özləri də ki, onların övladının işlərinə baxmağa rəsmilər gəlib və dünyanın rəssamları gəlir, yaxınlaşırdılar ki, bütün dünyadan gəliblər ki, bu nə gözəl rəsmlərdir. Bu valideynlərin emosiyalarını uşaqlar da hiss edirdilər. Ona görə artıq hətta təyyarədən qayıdırıq Bakıya, aeroportdayıq, uşaqlar belə, müəllimə, bundan sonra hansı ölkəyə gedirik? Artıq yenidən bir motivasiya oldu onlar. Çünki yeni bir sərgiyə hazırlaşmağa, indiki Dubaya hazırlaşır. Dubaydakı sərgi dünyanın ən müasir sərgilərindən biridir. Yəni ondan o yana sərgi, beynəlxalq sərgi yoxdur. Bu ən maksimumudur da, belə deyim. Nigar xanım, biz sizə danışırsınız, o qədər gözlərinizin içi gülür. Həqiqətən bu çox böyük qürur verici bir haldır ki, bir müəllim öz tələbələrini nəinki Azərbaycanda və beynəlxalq sərgilərdə öz əsərlərini yayımladığına görə və bu bizi nə qədər sevindirirsə, bizi sevindirdiyi qədər sizi 100 qat sevindirir. Mən arzu eləyirəm ki, nəinki Fransa, Türkiyə, bütün dünya ölkələrində sizin tələbələrinizin əsərləri yayımlansın, sərgilənsin və bu sizin və Azərbaycan xalqının uğurudur. Biz sizə gəldiyiniz üçün təşəkkür edirik, uğurlar arzu edirik sizə. Son sözünüzü eşidək və verilişimizi yekunlaşdırırıq. Dəvətiniz üçün bir daha təşəkkür edirəm. Bu mövzuda saatlarla, günlərlə danışmaq olar. Bir daha təşəkkür edirəm. Bütün uşaqlara, rəssamlara, yaradıcı insanlara da uğurlar arzu edirəm ki, ölkəmizi hamısı layiqli şəkildə təmsil eləsinlər. Çox sağ olun, təşəkkür edirik. Qeyd eləyək ki, biznes incilərinin bugünkü qonağı Little Artist Uşaq İncəsənət Məktəbinin qurucusu, memar və rəssam Nigar Seydidir. Bəzən ən böyük bizneslər ən saf niyyətlərdən doğur. Bugün biz bir daha gördük ki, sənət yalnız divarlarda asılmır. O ürəklərdə böyüyür, oradan da qol qanad açır. Bugünlük bu qədər. Sizinlə mən idim Gülər İlxan qızı. Hələlik.